Hal-hazırda Şəkidəyəm. Şəki Mujudun doğulduğu yerdir. Mən Şəkiyə şəfa bir məkanı deyirəmsə, demək ki, biraz bu səfər xəstəliklərdən danışa bilərik. Seçdiyim kitab Öz xəstəliyini sev. Kitabda daha çox insanların emosional vəziyyəti ilə fiziki sağlamlığı arasında əlaqənin olduğunu göstərir. Da deyir ki, şüur altından əlaqə saxlaya bilərsən. Bu hissə bizim üçün yenidir. Dayıcan. Dayı dediğim işte məndən yaşlı deyil. Hal-hazırda bizim qız məni oradan çəkir. Bakıdan gələr. Ortada bir sevgi yoxdursa, ortada bir bağ yoxdursa, biz birbirimizdən öyrəndik. Всё. Çox böyük üzəyəcəm var. Birinə 100 nəfər bax, 100 view. Birinə də 130 saat. İrəliyirəm. Xalq sənin səsini eşitmək istəyir. Mən inanmıram bunu qoyasıya. Ay Allah. Arzu, nə deyirlər? Artım. O koşarak gelir. Orada kim var? Kim var orada? O, atası da o. Nətər olur o uşaq ata ilə anadan belə sarışın? Gidiyor. Amma o 7 nəsildən gələn onun sarışınlığı o gəlirsə, 7 nəsildən. Demək ki, o da gələ bilər də. Hadi düştü. Ona göre kamera karşısında tutmuyorum. Almost heaven, West Virginia, Blue Ridge Mountains, Shenandoah River. Life is old here, older than the trees, younger than the mountains, growing like a breeze. Country roads take me home to the place I belong. West Virginia, old mountain mama, take me home. Country roads, all my memories gather round her. Miner's lady, stranger to blue water, dark and dusty, painted on the sky. Misty taste of moonshine, teardrop in my eye. Country roads, oh take me home to the place I belong. West Virginia, oh mountain mama, take me home. Country roads, oh take me home. Radio reminds me of my home, far away. Driving down the road, I get a feeling I should have been home yesterday. Country roads take me home to the place I belong. West Virginia, oh mountain mama, take me home. Country roads, take me home to the place I belong. West Virginia. Salamlar, yenə mən. Mən və fərqli bir rayondayam, fərqli bir kitabımla yenə buradayam. Tanımayanlar üçün qısaca deyim ki, rayonları gəzirəm. Gəzdiyim vaxtda da isə mənə təsir edən, mənim xoşuma gələn kitabları haqqında danışıram. Hal-hazırda Şəkidəyəm. Adım Lalədir, amma bu səhifənin və Instagramın adındakı Mujud var. Əslində Mujudla Şəkinin çox böyük bir əlaqəsi var. Şəki Mujudun doğulduğu yerdir. Lalə normalda Gəncədəndir, amma Mujud Şəkidəndir. Ona görə Şəkini çox sevirəm. Şəkinin ümumiyyətlə xüsusi məndə yeri var. Normalda bilənlər bilir, mən Azərbaycanda ən çox Zaqatalanı xoşlayıram. Bir gün orada bir yerdə yaşamaq istəsəm, yəqin ki Zaqatalanı seçərəm, amma Şəkinin tamamilə fərqli bir yeri var məndə. Səbəb olaraq əslində bunu fikirləşdim. Tam belə bunun cavab verəcək bir sifət mi deyim, bir şey mi tapa bilmədim. Sadəcə yəni
deyim ki başqa bir yer var. Onu hisslərlə, sözlərlə ifadə edə bilməyəcəyim bir şeydir. Hal-hazırda yağış yağır deyə tezləşdirmək istəyirəm. Bir də mən hal-hazırda Xan Sarayındayam və gördüyünüz kimi orada qadağa olmuş bir yerdə durmuşam və burada polis gəldi, məni durğuzmaq istədi və mən dedim sadəcə 5 dəqiqə icazə verin, bir giriş edeyim, sonra çıxaram, ona görə tələsirəm. Deməli bu şəkidə danışacağım bir kitab əslində qəsdən seçmişəm. Niyə? Mənim fikrimcə şəki bəlkə də mənim üçün şəfa yeridir. Çünki nə vaxt özümü yaxşı hiss eləməyəndə həmişə şəkiyə gəlirəm və burada refresh olub qayıdıram. Bəlkə də şəfa bir yeri olduğu üçün mən buranı çox sevirəm. Bu səfər gəlmə səbəbim amma özümü pis eləməyim deyildi. Bir Azərbaycan deyirəm, bir Bakıdan bir xanım var idi, mənim tanışım. O hal-hazırda orada balaca bir nöqtə var, orada görünür. Orada oturubdu, məni gözləyir. Onunla bərabər gəlmişik. O dedi ki, şəkin gəzmək istəyirəm və mən dedim ki, gəlmişkən mən də bir kitabdan danışım və xüsusilə elə bir kitab seçdim ki, orada bu kitab haqqında danışım. Burada seçdiyim kitab, əgər mən şəkiyə şəfa bir məkanı deyirəmsə, demək ki, biraz bu səfər xəstəliklərdən danışa bilərik. Seçdiyim kitab Öz xəstəliyini sev. Bəli, yenə də fərqli bir kitabla gəlmişəm. Mənəm də, yəni həmişə belə qeyri-adi fərqli kitablar olmalıdır mütləq. Kitab haqqında danışmaq üçün artıq yağış yağdı və məncə 5 dəqiqəm dolubdu. Ona görə bu gün də hava da həm də qaralır. Yəqin ki, sabah vaxt tapıb kitab haqqında qısaca danışaram ki, niyə biz öz xəstəliyimizi sevməliyik? Nədən? Belə, hələlik, sağ olun. Belə, gəldik. Şəki qalasındayam hal-hazırda. Kitab haqqında qısaca danışmaq istəyirəm. Öz xəstəliyini sev kitabında Rus yazardır Valeri Sinelnikov. Normal 3 milyon nüsxədən çox satılıb. Normalda bu Valeri Sinelnikov məşhur praktik psixoterapevt, psixoloq, homeopat, sadəliyinə və affektinə görə unikal psixoloji müalicə metodlarının müəllifidir. Bu kitabda daha çox insanların emosional vəziyyəti ilə fiziki sağlamlığı arasında əlaqənin olduğunu göstərir. Tutaq ki, insanın hər hansı bir emosiya deyəndə nəyə nəzərdə tuturam? Qəzəb, hiss, özünü günahkarlıq, inciklik, bunların hər biri bədəndə qalır və onlar xəstəlik olaraq insana biruzə verir. Kitab əslində 2 hissədən ibarətdir. Birinci hissədə şuuraltıdan danışır. Şuuraltının bizim həyatımıza yansımasından, bizim həyatımızda yaratdığı döngülərdən və daha sonra isə həmin o emosiyaların bizim bədənimizdə verdiyi reaksiyalardan hansı xəstəliklərlə biruzə verə bilər. Bundan danışır. İkinci hissədə isə konkret olaraq bütün xəstəliklərin hər biri haqqında, bütün deyəndə bəlkə də ola bilər 85-95% xəstəliklərin hamısı haqqında hansı psixi səbəbləri var. Və biz deyir, şuuraltıda bu şeyləri təmizləsək, sağala bilərik tipindən qəşəng cavablar var. Birinci hissədə şuuraltı haqqında danışmaq istəyirəm. Normalda yazar şuuraltıdan, şuur və şuuraltı olaraq onların çox qəşəng şəkildə fərqini izah eləyir və biz xüsusilə də bu bizim xəstəlikləri yaranmasının səbəbinin hamısını şuuraltındakı olan kodlar, müqavimətlər bununla əlaqələndirir. Və kitabda xüsusilə də onu yazır ki, biz dünyanı olduğu kimi yox, bizim düşüncələrimizə əsasən, inanclarımıza əsasən, emosiyalarımıza əsasən qəbul edirik. Yəni bir hadisə baş verir, birimiz daha sakit ola bilərik, amma digərimiz daha əsəbi və yaxud da incik ola bilərik. Bu ona görədir ki, bizim istər şuuraltımızda olan o kodlar, inanclar, istərsə də bizim düşüncələrimizlə əlaqəlidir. Şuuraltında deyir ki, bizim hətta doğulmamışdan əvvəl ana bətnində olduğumuz müddətdə də ananın keçirdiyi hisslər, anadan, atanın soylarından gələn hər hansı bir enerjilər, bloklanmış enerjilər, hər biri bizim şuuraltımızda hop deyə oturur. Var yəni o şuuraltımızda. Və o şuuraltımızda da bizim istər-istəməz uşaq olanda, daha sonra da böyüyəndə də orada olan hər hansı bir mənfi kodla biz qərarlarımızı veririk. Biz reaksiyalarımızı veririk. Və tutaq ki, məsələn belə bir şey deyim də, bir şey çox istəyirsiniz. Bir şey çox istəyirsiniz amma alınmır. Onun alınmama səbəbi deyir ki, orada hər hansı bir müqavimət var. O müqavimət sənin elə özünlə yaratdığın bir düşüncə sayəsində də ola bilər. Və yaxud da sənin özün də bilmədən də belə anandan, atandan gələn hər hansı bir narahatçılıq, qorxu bu da ola bilər. Bizim artıq orada
ağıllı olmamızın səbəbi odur ki, yəni bir özümüzə sual verək. Mən eyni şeyləri niyə yaşayıram? Eyni reaksiyaları niyə verirəm? Halbuki mən bunu eləmək istəmirəm, dəyişmək istəyirəm. Niyə eyni şeyləri eləyirəm? Bax, elə olan halda verəcəyimiz sual odur ki, mənim şuur altındakı kodlar nədir? O kodları tapdıqdan sonra, onu təmizlədikdən sonra, o zaman fərqli şəkildə o döngüdən çıxa bilərik. Kodları təmizlədikdən sonra, təmizləmək daha doğrusu, kodları təmizləmək üçün mən ən qəşəng istifadə etdiyim metod Ho'oponopono metodudur ki, oradakı nə varsa onu təmizləmək. Bunu biz keçən səfərki videomuzda danışmışdıq. Mən fikrimcə o daha yaxşıdır. Amma burada kitabda da nələrdən danışır? Kitabda da bir dənə texnikadan danışır. Onu da sizə deyəcəyəm. Amma bir dənə məsələ var ki, kitabda deyir ki, şuur altından əlaqə saxlaya bilərsən. Bu hissə bizim üçün yenidir. Şuur altı ilə necə əlaqə saxlamaq və şuur altından biz niyə əlaqə saxlayaq ki? Ola bilər bəzilərimiz düşünə bilərik ki, mən bunu necə bilə bilərəm? Çünki dediyim axı bir şey çox istəyirik, amma bir türlü alınmır. Orada bir dənə demək ki, şuur altında bir müqavimət var, bir kod var. Və sən düşünə bilərsən ki, mən bunu necə düzəldə bilərəm? Mən necə bilə bilərəm ki, həqiqətən kodum var yoxsa yox? Şuur altından kitabda əlaqə saxlamanın yollarını deyir. İndi mən sizə öyrədim nətərdir. Praktik. Amma öz üzərimdə denemişəm, həqiqətən. Öz üzərimdə denemişəm ki, şuur altından necə əlaqə saxlamaq lazımdır. Öz üzərimdə denemədiyim şeyi sizə tövsiyə görmürəm. Bu qədər vicdanlı bir YouTuberam. Vicdanlıq, gəncəli olduğum bilinsin. Deməli, nə edir? Deyir ki, sakit bir alanda dururuq, amma özümüzün də rahat hiss etdiyimiz bir alandır. Rahat, sərbəst. Yəni orada bir depressiv bir şey olmasın, orada bir stresli an olmasın, narahat bir an olmasın. Özünüzü rahat hiss edirsinizsə, gözünüzü yumursunuz. Daha sonra başlayırsınız dərin nəfəs alıb biraz odaqlanmağa. Bu hissələr okeydir. Və belə bir söz işlədirsiniz. Ya ürəyinizdə, ya da səsli şəkildə ki, mənim şuur altım şuur səviyyəsində mənimlə əlaqə saxlamağa hazırdır. Sualını verirəm və sakit şəkildə gözləyirəm. Bədənim reaksiya verir. Necə reaksiya verir? Əgər şuur altı mənlə əlaqə saxlamaq istəyirsə, bədənim reaksiya verir. Reaksiya verərkən, misal üçün, qarında qurultu ola bilər, əldə, ayaqda, hardasa bir yerdə qaşınma ola bilər, hardasa bir yerdə gərilmə ola bilər. Bədənimizi izləməliyik. Hansısa bir hissədə əgər fərqli bir şey tuturuqsa, demək ki, məni eşitdi, bədənim məni eşitdi, bu qəşəng bir şeydir. Amma növbəti ikinci verəcəyim sualı odur ki, bu arada təşəkkür edirik. Təşəkkür edirik, çox sağ ol ki, mənimlə əlaqə saxlayırsan. Daha doğrusu mənə reaksiya verirsən. İkinci sonra verəcəyimiz sual odur ki, əgər mənim şuur altım, şuur səviyyəsində mənimlə əlaqə saxlamaq istəyirsə, məsələn, qaşınmasa o qaşınmanı daha da artırsın. Amma istəmirsə daha az alsın və yaxud da yox səviyyəsinə çatsın. O orada cavabı tapır. Əgər qaşınma daha çox varsa, demək şuur altı hal-hazırda səninlə əlaqə saxlamağa hazırdır. Çünki dedik axı kitabda deyir ki, bədən reaksiya verir sənə, hisslərinə, sənə ümumiyyətlə reaksiya verir. Və sonra başlayırsan sualını verirsən. Hansı sual istəyirsən? Misal üçün, mən xaricə köçmək istəyirəm. Sualları necə şəkildə verməlisən ki, yəni oradan hər yox alasan da, daha çox qapalı suallar. Düzdür, bəzi açıq suallar da verir. Amma o biraz hipnotik, gərək belə hipnoz vəziyyətdə olasan. Mən daha çox qapalı suallar verirəm. Yəni açıq suallarda verərkən deyir gözünün qabağına bir senari gələ bilər. Yaxud da ağlına bir şey gələ bilər. Düzdür, mən onu eləmişəm, o məndə alınmayıb. Amma qapalı suallar verərək hə yox cavabını almışam. Hə yox cavabını məndə necə olubdu? Qarında bir gərilmə hiss olubdu. Gərilmə artmaqla hə, azalmaqla yox. Bu şəkildə cavabını alıb həqiqətən çox istədiyim bir şeyin əslində şuur altımın istəmədiyini bilmişəm, görmüşəm. Hə, bu şəkildə belə qapalı suallar verərək davam edə bilərsiniz. Hə yox cavabı alaraq. Davam elədikdən sonra bilirsiniz ki, orada mənim bir kodum var. Bir istəməyən, şuur altım istəmədiyi bir şey var. Sonrasında oturub fikirləşirsiniz ki, mənim şuur altım niyə istəmir bunu? Fikirləşib onu özünüz artıq tapmalısınız. Kitabın yəni birinci hissəsində buradan danışır ki, yəni şuuraltımız biz necə, şuuraltı nədir, şuuraltını necə idarə edə bilərik. Deyir ki, bunu biləndən sonra bir şeyin, burada da bu kitabda var, keçən səfər kimi deyir, başına nə gəlirsə gəlsin, istər xəstəlik olsun, istər pis bir şey olsun, birinci növbədə bunu qəbullamaq üçün bütün məsuliyyəti yenə özlərimizə götürməliyik. Bu, yəni keçən səfərki Amerikan yazarı idi, bu Rus yazarı idi, bu da eyni şeydir ki, yəni başımıza nə gəlirsə məsuliyyəti özlərimizə götürməliyik. Yəni kimsə günahlandırmalı deyilik. Nə özümüzü günahlandırmalı deyilik, nə də başqasını günahlandırmalı deyilik. Məsələn, tapdıq hə mənim nəslimdən gələn, soydan gələn, anamdan gələn bu qorxu oldu. Ay onlara belə-belə olsun. Bunu deyiriksə, no, olmaz. Amma sadəcə fikirləşməliyik ki, okey, mən bunu, ruhum bunu aldı, bunu qəbul elədi, yaxşı. Mən bunun məsuliyyətini özlərimə götürürəm. Mənim ruhum bunu seçdi, bəs mən bunu necə sağalda bilərəm və yaxud da necə dönüşdürə bilərəm. Bu artıq bundan sonra, yəni birinci növbədə odur ki, məsuliyyəti öz üzərimizə götürməliyik. İkincidə nə deyir? İkincidə əslində deyir ki, kitabın əsas məsələsi biz xəstəliyə gəldik. Deyir ki, bizim bütün hisslərimiz, emosiyalarımız bədənlə reaksiya verir və o bədənlə verdiyimiz reaksiya bizə xəstəlik olaraq sonra çıxır. Və mən o xəstəliyi artıq sağaltmaq üçün yenə özümün emosiyalarıma, hisslərimə baxmalıyam. Hal-hazırda bizim qız məni oradan çəkir.
Şəkilxan salonuna getmişdi ki, içərisin gəzsin. Hal-hazırda gəlib və uzaqdan məni çəkir. Ən sevdiyim şey uzaqdan kimsə məni spontan çəksin. Bəli. Burada məni tanıyanlara səslənirəm. Xahiş edirəm məni uzaqdan bilmədən belə spontan videolarımı çəkin. İkinci hissədə okey davam edək. Məsuliyyəti özlərimizə götürdükdən sonra ikinci növbədə deyir ki, o emosiyalarınızı birinci tapın ki, mən hansı emosiyadayam? Qəzəbdimi, inciklikdimi? O emosiyaların sizə verdiyi pozitiv bir mesaj var. O pozitiv hər emosiyanın, yəni hər mənfi emosiyanın bir emosiyanın adını çəkəcəyim. Hər mənfi emosiyaların hər birinin pozitiv mənası var. O pozitiv mənasını sən tutandan sonra o pozitiv həmin o tutduğun pozitiv mənanı özündə da dönüşdürə bilsən, ondan sonra o emosiyadan azad olursan və xəstəlik səni tapmır. Amma yox, o emosiyanın içində daima qalsan, daima şəkildə dursan, o zaman sən o səni artıq bədəndə qaldığı üçün bədəndə xəstəlik olaraq çıxardır. Gəl həm qulaq as, həm də sən də bəlkə sonda kameralar qarşısına çıxarsan. Nə? Yox. Sizi təqdim edeyim Aysel xanım. Hal-hazırda qonağımız Bakıdan gələn qonağım əlində çipslə sanki belə şeyə baxır, televizora baxır kimisində. Məsəl üçün hansı emosiyalardan söhbət gedir? Mən bunları bir deyim, ikiyim. Bu emosiyaların hər birinin kitabda pozitiv niyyəti haqqında yazıb. Məsələn, təkəbbür, egoizm, tənqid, irad, narazılıq, mühakimə, həqarət, kin, nifrət, qıcıqlanma, qəzəb və hirs, inciklik, pərtlik, ümidsizlik, acıdillik və bədgümanlıq, lovğalıq, günah və cinayət hissi, özünü tənqid, özünü cəzalandırma, özündən narazılıq, özünü mühakimə etmək, özünə nifrət və həqarət etmək, hamısı biridir. Qorxu, həyəcan və narahatlıq, şübhə və inamsızlıq, ürəyi yananlıq, əzaba şərik olmaq, kədər, qüssə, depressiya, qarın, qulluq, azgözlük, tamahkarlıq, xəsislik, hərislik, paxıllıq, ikiyüzlülük, yalan, aldatmaq, yaltaqlıq, qısqanclıq, zina və xəyanət. İndi hansı istəyirsiniz biri haqqında danışaq Aysel xanım? Əgər istədiyiniz birisi varsa. Ürəyi yanalıq. Sən mikrofonu götür. Gəlmək istəyirsiniz arabacıq? Tamam. Məsələn, deyir ki, ürəyi yananlıq 155. Deyir ki, ən yaxın adamlarına qarşı xüsusilə də ürəyi yananlıq varsa, burada çox sadə prinsip fəaliyyət göstərir. Sizin qəlbinizdə sevgi və şəfqət nə qədər çox olarsa, başqasına qarşı ürəyi yananlıq etməyə o qədər də az yer qalacaq. Ona görə də öz qəlbinizə daha çox sevgi yığın. Bu hissdən dünyanı dərk etmək və qarşınızda duran həyati məsələləri həll etmək üçün alət kimi istifadə edin. Pozitiv niyyət əslində buymuş. Özünə sevgi və şəfqət. Düşünürəm ki, insanlar özlərinə verə bildiyi qədər nə başqasına nə isə edə bilərlər. Çünki biz özümüzü yaxşı qayğı göstərsək, diqqət etsək, özümüzü olduğumuz yerdən çıxara bilsək, bir insanı görəndə ona yazıqlığımız gəlməyəcək. Ona da necə kömək edə biləcəyimiz ağlımıza gələcək və həmin anda ona o köməkliyi göstərəcək. Amma yəni ki, insan özünə nə üçün deyirlər? İnsan özünü sevməlidir. Bəzən biz bunu egoizm kimi düşünürük. Sevməliyik deyəncə mən özümü sevə bilirəmsə, özümə hörmət edə bilmirəmsə, qarşımdakına da onu edəcəm. Amma yox, bunu egoist kimi düşünsün. Bir insan özünə rəva bilmədiyini digərinə rəva bilirsə, bu egoizmdir, özünü sevgi deyil. Özünü sevgi, özünü hörmət odur ki, mən özümü edirəm. Birini də görəndə insan kimi, şəxsiyyət kimi ona yanaşıram və o hissləri deyim, davranışı ona göstərirəm. Digər anlamda mənfi situasiyalara düşürük deyə düşünürəm. Bəli. Belə Aysel xanımdan da qəşəng yorum aldıq ki, ürəyi yananlıq, yazığa gəlməyin əsas məqsədi oymuş. Pozitiv niyyəti bizə oymuş ki, biz özümüzə birinci şəfqətlə yanaşaq, özümüzü sevək ki, Aysel nə dediyi kimi, özümüzə edəcəyimiz hər şeyi qarşı tərəfə də bilə bilərik. Belə bütün o hisslər haqqında burada qısaca, yəni onun pozitiv niyyəti haqqında yazıb. Məsələn, mən Ayseldə ürəyi yananlıq var idi. Məndə də tutaq ki, deyim ki, yox, elə məndə də şey var. İnciklik, misal üçün. Məsələn, mən kənardan çox insan qəşəng belə soyuqqanlı falan tanıya bilər, amma mən belə çox mükəmməl şəkildə inciyə bilirəm. İnciklik haqqında danışmaq istəyirəm Aysel xanım. Qısaca o haqqında danışım. Onun haqqında yorumunuz varsa, sizə mikrofonu yenə uzada bilərik. Tamam. İnciklik deyir, elə bir hissdir ki, insan özünə ədalətsiz münasibət hiss edərkən baş qaldırır. O insana kədər, təhqir, axmaq təkliflər, lağ etmək, ağrıtmaq, döymək, zərər vermək və s. nəticəsində baş qaldırır.
Və mənim burada xoşladığım bir söz var. Deyir ki, inciklik çox dərindən boğulmuş bir qəzəbdir. O da doğrudur. Pozitiv niyyət isə odur ki, özünə qarşı münasibəti dəyiş. Münasibəti dəyiş. Biz niyə inciyirik? Məsələn, dediyim kimi, sən hər hansı bir söz dedin. O sözdə mən sən gözlənti var ki, hə, Aysel mən niyə bu qədər incitdi tutaq ki? Bilir ki, bu sözə qarşı məsələn, reaksiya verəsiyəm, bu sözə qarşı mənim bir dənə həssas nöqtəm var. Allergiyam var. Aysel, allergiyam var. O allergiyaya rəğmən niyə Aysel onu dedi? Əslində məqsədimiz ki, o insanla bağlı yox. Niyə mənə Aysel bunu dedi? Yox. Məqsədim həqiqətən o allergiyalı olduğum sözə odaqlanıb. Çünki görsən yenə də burada özümüzlə münasibət var. Özümüzlə münasibət dəyişmək var. O allergiyalı olduğum söz niyə məndə var? Ona kökəlib onu təmizləmək lazımdır. Bundan sonra artıq kimsə sənə o sözü desə də sənə təsir edəsi deyil. Davamlı şəkildə deyirsən ki, mən burada razılaşıram. Sən məsələn davamlı şəkildə eyni şeyi deyirsən, hə mən okey, mən oranı düzəltmişəm, sən mənə istədiyini deyə bilərsən. Əlbəttə ki, demirəm ki, bu həmin insanla münasibəti saxla. Münasibəti ki, pozmalısan. Daha doğrusu məsafə saxlamalısan. Sıradan bir adam, salam sağ ol, okey. Taleyin bizi qarşılaşdırmasının məncə səbəbi odur ki, sənin burada özünə baxmalı bir yer var, yaxud da sağalmalı bir nöqtən var. Ehtiyacın olduğun bir şey var. Ehtiyacın olduğun şey budursa, bunu öyrənməkdirsə, sən qarşısına mən Ayseli çıxardıram və Aysel sənə eyni ilə bu reaksiyanı verir ki, sən burada bu şeyi öyrən, düzəlt özündə. Mən əgər onu öyrənib düzəlmişəmsə, artıq sən ya mənə münasibətini dəyişəsən, ya da mən sənə ümumiyyətlə əlaqəni tamamilə kəsəcəm. Kəsəcəm yox ha. Həyat bizə elə bir şəraitə gətirir, çıxardır ki, biz ümumiyyətlə əlaqə saxlamaq birbirimizlə. Nə qədər Crescendo'dan biz Crescendo'dan həqiqətən sən deyirsən azdır da, amma mənim ətrafımda bir neçə adam var idi, daha çox adam var idi. Amma hal-hazırda mənim Crescendo'dan kim var yanımda? Çox az adam var. 1, 2. O da belə Bakıya gələndə görüşəcəyim tipdən də, belə xüsusi buralarda zətdə belə birləşmir. Amma biz səninlə niyə şəkidəyik? Sən Bakıdan gəlmisən, mən Gəncədən gəlmişəm. Niyə şəkidəyik? Mütləq ki, bizim bir-birimizdən danışdığımız o mövzulardan, ortaq nöqtələrimiz mütləq ki, bir-birimizdən öyrənəcəyimiz bir şey var. Ortaq dəyərlər olduğuna görə məncə. Dəyərlər mənim fikrimcə öyrənilib, sonradan davam edən bir şeydir. Ya icra edirik onu. Öyrənirik. Aysel, məsələn mən bilirəm ki, sənin dəyərin nədir? Ona uyğun biz növbəti səfər planımızı qururuq. Amma məncə dəyərlərdən gəlmir, ehtiyaclardan gəlir. Ehtiyacımız bizim nədirsə, mən illa ki, mənim səndən öyrəndiyim burada bir şey var, illa ki, sənin də məndən öyrəndiyin bir şey var. O ehtiyaclarımıza görə biz bir yerdəyik, bir aradayıq. Və əgər biz bir-birimizdən o ehtiyaclarımızı qarşılayıb öyrənə biliriksə, məncə bu arada bu şeyə düşür, sevgi söhbəti var. Öyrəniriksə və arada sevgi varsa, biz yenə bu yolu davam edəsiyik. Bir gün şəkildə, bir gün qıtalarda görüşüb davam edəsiyik. Amma ortada bir sevgi yoxdursa, ortada bir bağ yoxdursa, biz bir-birimizdən öyrəndik. Всё. Sonrasında ağlarda sadə Aysel, Crescendo'dan Aysel var idi. Bir dəfə də şəklə getmişdik, danışdıq, görüşdük. Bu qalır. Sevgi və bağ yoxdursa, öyrəndik, bay bay. Amma sevgi və bağ varsa, biz növbəti səfərə başqa bir yerdə də davam edə bilərik. Mən belə buna inanıram. Belə. Bu pozitiv niyyətləri özümüzdə düzəltsək, dediyim kimi xəstəliklər baş vermir. Və burada kitabın ikinci hissəsində hansı xəstəliklər var? Mən bunu belə tək-tək deməkdəki məqsədim odur ki, burada bütün xəstəliklər haqqında danışsaq çox uzun olasıdır. Mənim fikrimdə var ki, həm özüm üçün, birinci növbədə özüm üçün, daha sonrası da siz izləyicilərim üçün. Amma bir növbədə həqiqi özüm üçün. Çünki özüm də belə hər dəfə kitabı açıb baxmaq istəmirəm. Bir dənə bir şey hazırlamaq istəyirəm. Həm bu bayaq sadaladığım emosiyaların pozitiv niyyəti nədir? Həm də bu xəstəliklərin sənə göndərdiyi mesajlar nədir? O haqqda bir dənə PDF hazırlamaq istəyirəm. Yəqin ki, bu videonu hazırlayana qədər PDF hazırlanar və burada description bölməsində link şəklində yerləşdirərəm. Kim istəsə girib sadəcə özünə maraqlı olan hansısa bir xəstəliyi tak deyə basıb yaza bilər ki, baxa bilər ki, hansı xəstəlik nə gətirə bilər. Düzdür, bunu internetdən özünüz araşdıra bilərsiniz, ChatGPT-dən yazıda bilərsiniz. Bu kimi şeylər varsa niyə bunu eləyəsiniz düşünürsünüz. Amma bu sırf Valeri Sinelnikovun fikirləridir və sırf ona aid fikirlər olduğu üçün belə bir PDF hazırlamaq istəyirəm. Xəstəliklər haqqında dediyim hansı xəstəliklər haqqında burada yazıb? Baş, beyin, əsəb sistemi, psixika, qulaq, göz, ürək-damar sistemi, qan, limfa, ağciyərlər, boğaz, burun, həzm orqanları, ağız, dil, mədəm, qaraciyər, mədəaltı vəzi, bağırsaqlar, anus düz bağırsaq, böyrəklər, qadın xəstəlikləri, hamiləlik, süd vəziləri, kişi xəstəlikləri, dəri zöhrəvi xəstəlikləri, bədən, oynaqlar, boyun, bel, ayaqlar, dəri, dırnaqlar, tüklər, koluxucu xəstəliklər, iltihablaşma, travma və hadisələr, qalxana bənzəri vəzi, şişlər, xərçəng, alkoqolizm, siqaret, uşaq xəstəlikləri. Burada bir dənə pritsa var, o çəkir, pritsa var. Deyir ki, Allah insanları toplayaraq kainat qanunlarını pozduqlarına görə cəza verməyə başlayır.
Həkimlərə ən böyük cəza düşür. Həkim heyrətlənir. Axı niyə mən həkiməm? Mən insanlara kömək edirəm. Mən onları əzablardan qurtarıram. Allah cavab verir. Ona görə ki, mən insanlara günahlarına görə xəstəlik göndərirəm ki, bilsinlər, sən isə bunu dərk etməkdə onlara mane olursan. Yəni kitabda deyir ki, kitab əslində dediyim kimi inkar eləmir tibbi. Sadəcə deyir ki, siz onu keydirsiniz. Hansısa bir xəstəliyiniz varsa onu keydirsiniz. Amma mən o xəstəliyi ona görə göndərirəm ki, o xəstəliyin yaranma səbəbini baxsın, araşdırsın, düzəltsin, həm xəstəlikdən qurtulsun, həm də həyatında baş verən o döngülər təkrarlanmasın, özü üçün daha yaxşı bir həyat yaşasın. Kitabın əsas məqsədi budur. Hoşuma getmiyor. Yo, dediyim kimi kitab o inkar eləmir. Deyir, hər hansı bir tutaq ki, xəstəliyin var, sən əməliyyat olmalısan, iflic oldun, tutaq ki, infarkt oldun, əlbəttə ki, müdaxilə olunmalıdır. Amma o sadəcə səni keydir. Sən əsas səbəbi tapıb onu həll eləməlisən. Düz deyil, fikirləşə bilərik ki, həyatımızda nə qədər insanlar sağalıblar, hamısı beləmi sağalıb? Yox. Amma dünən biz danışdıq, bəzi insanlar çətin həyatı seçir, bəzi insanlar daha rahat həyatı seçir. Bəzi ola bilər ki, o insan fikirləşir ki, düşüncə olaraq, kitabda bunu da deyir. Düşüncə olaraq deyir ki, sən o ailədən, zatdan, soydan falan gələndə inanclar ola bilər, amma düşüncən də sənin çox şeyə vadar eləyir. Sən düşüncəndə o varsa ki, ayda mən bu xəstəliyi tutaq ki, xərçəng, məsələn bizim bir qonşumuz var, xərçəng xəstəliyi var idi, bu yəni indi sağalıbdır. Sən düşüncəndə o desən, xərçəng xəstəliyinə düşən olanların hamısı onsuz sonu ölümdür. Bu düşüncə olduğu üçün bədən də ona reaksiya verir, adam həqiqətən də ölür. Amma bəzi insanlar fikirləşə bilər ki, hə, okey, sağalan insanlar var, mən də onlardan birisi ola bilərəm. O pozitiv niyyəti heç olmaya ora verir. Toparlasaq, kitabda sonda bir dənə texnika haqqında danışır. Bayaq nə dedik? Birinci növbədə məsuliyyəti özlərimizə götürməliyik. Daha sonra o emosiyanın adını tapıb nə olduğunu bilməliyik. O emosiyanın pozitiv niyyəti nədirsə, bizə verdiyi mesaj nədirsə, onu öz üzərimizə dönüşdürməliyik və o zaman xəstəliklərdən qurtuluruq. Sadəcə xəstəlikdə yox, bəzi pul inanclarımız var, pulla bağlı yanlış inanclarımız var, sevgilə bağlı yanlış inanclarımız var. Bunları belə düzəldə bilərsiniz. Burada ümumiyyətlə ikinci hissədə o deyir ki, burada obrazların dəyişməsi deyir. Məsələn, hər hansı bir problemin yanlış inancın varsa, o yanlış inancını deyir ki, bir obraz kimi təsəvvür elə və obrazı məsələn ölçüsüdür, iyisidir, rəngidir, hamısını beynində təsəvvür edirsən. Daha sonra o obrazı dəyişirsən. Fərqli, sən istədiyin ölçüdə, istədiyin rəngdə, istədiyin sənə yaxşı hiss elətdirən bir şeyi qoyursan ki, mən həmin şeyi digər şeylə dəyişdirirəm. Belə bir taktikadan başa salır. Bu biraz sizə absurd kimi gələ bilər, amma mənim elədiyim, mənə daha çox məntiqli gələn nədir ki, kitabda bu haqqda da yazır hətta. Məsəl üçün mənim tutaq ki, pulla bağlı problemim varsa, pulla bağlı yanlış inancım varsa, pulu rahat qazana bilmirəm, bu bağlı yanlış inancım varsa, bu inancı okey qəbul edirəm. Deyirəm ki, bunu həyatıma çəkdiyim üçün mən məsuliyyət daşıyıram. Bu mənim ola bilər, tapa bilmirəmsə də bu söz deyə bilərəm. Ola bilər nəslindən gəlib, ola bilər anamdan, atamdan gəlib və yaxud da ola bilər mənim yanlış düşüncəmdən gəlib. Bütün həmin şeyə təşəkkürümü bildirirəm. Yəni mütləq deyir ki, o Ho'oponopono'da kimi təşəkkür edirsən ki, təşəkkür edirəm ki, mənim pulla bağlı yanlış inancımı mənə göstərdin. Təşəkkür etdikdən sonra özünü artıq pulla bağlı hansı yanlış inancları var, onu necə dəyişdirmək istəyirsən, o dəyişdirdiyin şeylə bağlı özünü vizualizasiya edirsən. Gözünü yumursan, mən hal-hazırda pulu necə qazanıram, pulu necə xərcləyirəm, sonra pulla bağlı inanclarım, mənfi inanclarımı necə müsbətə dönüşdürüb artıq pul ağlıma gələndə bu şəkildə düşünürəm və bu şəkildə özünü vizualizasiya edirsən. Və ən əsas məsələ deyir ki, o hissi yaşayırsan. Konkret o hissi yaşayırsan. Yəni bunu çox adamlar deyir ümumiyyətlə ki, yəni o hissi yaşayırsansa, şuuraltı qəbul edir ki, sən bu hissdəsən. Və sən o hissdə olduğun üçün elə hadisələr özünə çəkirsən. Bəlkə elə bir qəşəng bir yerdən təklif gəlir ki, sən qəşəng pul qazanırsan. Bəlkə elə qəşəng, məsələn, mən səyahət etməyi sevirəmsə, rahat şəkildə səyahət edəcəyim bir təklif alıram və orada o qədər də yəni pul düşünmürəm ki, harada qalasıyam, nə qədər pul xərcləyəcəyəm. Yəni hissi yaşamalısan. Bu bir, mütləq hissi yaşamasan, çünki şuuraltı bayaqdan deyirik, şuuraltı emosiyaları xatırlayır, emosiyaları xəstəliyə çevirə bilər. Əgər o emosiyalar xəstəliyə bizi çevirirsə, niyə də biz o emosiyalardan istifadə edib özümüzü daha yaxşı həyatı bəxş eləməyək? O hissi yaşamalısan mütləq. Bu bir. İkincisi də heç vaxt o hissin içinə, məsələn, gözümü yumdum, qəşəng hiss elədim, gözümü açdım. Yəni nə qorxu, nə şübhə, qətiyyən deyir, yaxın buraxma. İçərisinə biraz qorxu, biraz şübhə buraxdınsa, ki, onsuz da alınası deyil, hə. Nə qədər eləyirəm alınası deyil. Onu buraxdınsa alınası deyil. Hər dəfə amma bu yaxşı bir şeydir ki, praktika elədikcə, birinci səfər qorxu şübhə gəldi, okey. İkinci səfər yenə gələ bilər, üçüncü səfər yenə gələ bilər, amma növbəti səfərlər praktika etdikcə o tam hissi yaşayandan sonra şuuraltı qəbul edir ki, sən artıq bu hissəsən və bu hissdə olduğun üçün sən elə bir həyat sənə artıq bəxş eləyir. Belə, taktikası, texnikası da budur. Başqa nə demək istəyirəm? Əslində, məncə yox, heç bir şey artıq demək istəmirəm. Əgər maraqlıdırsa, bütöv kitabı oxumaq. Oxuya bilərsiniz, yoxdursa da
Dediyim ki, mən PDF halında hazırlayıb link şəkildə paylaşacağım. Hansı hisslər, hansı sizə pozitiv niyyətləri verir və hansı xəstəliklər sizə hansı mesajları ötürür. O mesajları ötürdükdən sonra ona baxa bilərsiniz. Sizə məntiqli gələrsə bu texnikalardan istifadə edib dəyişə bilərsiniz. Məntiqli də gəlməsə, canınız sağ olsun, bir like atın. Heç olmaya burada danışdıq dedik. Qəşəng ujey, hava sərin oluyor. Biz də gedək biraz yuxarı istiqamətdə biraz gəzək. Yəqin ki, ondan sonra birimiz Gəncəyə, birimiz Bakıya. Bye bye. Hələlik. Alabama, Arkansas, I do love my mutton pie, not the way I do love you. Well, holy moly, me oh my, you're the apple of my eye. Girl, I've never loved one like you. Oh man, you're my best friend. Hey, darling. Can I tell you what's been on my mind? Sick and tired of the 9 to 5 in the city light. Hey darling, we could get out. Mən inanıram bunu koyası ya. Ay Allah. See the beautiful Arzu, nədir də? Gəl bura, nə olar? Hiçbirimizi seçmesene gülerim. Gel, Cemil. Gelmişim, beni doğru gel. Gel şimdi pijama şeylerim, pijama şu bacaya kakış verelim gel. Gəl bura. Kameraya gəlir. Gəl, mən sənə kameraya göstəreyim. Nedir? Adımı diyebilirsen bunu. Adımı diyebilirsen. Allah'ım benden nice cesaretleri. Hoppa. Ben sen kucaylayabilirim. Kucayla beni, kucayla beni. Kucayla, kiss me. Okey, bak. Bak. Gel. Aa, dişliyorum bunu. Orada kim var? Kim var orada? Adı nedir? Olivia. Olivia. Azerbaycanlısınız. Ama özür Rus yok şey Olivia. O ulularına çekiyor. Şəkilidir. Helal. Şəkildir. Sağ ol. Sağ ol. Olivia. Bye. Bye. Ne güzeliydi. Yok, benim arada kızım da kaşı kara, gözü karadı. Bence şans var. Atadır o, atası da o. Bu nə tür o uşaq atayla anadan belə sarışın. Gidiyor mu ulularına çekeyim? Hele olur da. Kökte kimde varsa çıxır da o. İndi səncə qəşəng yerə toxundun. Kökdə çıxan o görüntü çıxırsa, enerji də o nəsildən gələ bilməz? Gələ bilər əlbəttə ki, amma gələ bildiyini mən qəbul etmək istəmirəm. Qırılmadığını istəyirəm orada. Çünki pack our bags and get in that car. Bəli, məni gözləyən xanım səbirlə bayaqdan gözlədi, dinlənmədi, sustu. Biz bura 2 gün, 2 də 3 günlük gəlmişik. Bugün 3-cü günümüzdür. Belə bayağı bir yaxınlaşmışam mən səni. Bəli, siz təşəkkür edirik bizi səbirlə gözlədiyiniz üçün. Çox sağ olun. Hətta bizə qonaq qismində bizimlə spikerliyi paylaşdığınız üçün, dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün çox sağ olun. Bunu qoyacağam amma. Yoruldum tanışmaqdan. mən də inat edirəm. Hə, inat izinlə. Gedək. Təşəkkürlər Ayşə xanım, çox sağ olun. Sizinlə Şəkidə səyahət eləmək, bu anları paylaşmaq mənim üçün çox xoş idi. Bay bay. Kanalımıza abunə olun. Olmuşam. Burada sizə bir çağırış eləyin. Layla Ocaqquliyeva. Marafon kontent gəzməklə kitab birləşmə kontentimiz bizdə Layla xanım deyirlər. Bəli, özümü də qəşəng reklam etdikdən sonra gedə bilərik artıq. Bay bay.